0,8 qram 3 valentli X metalın H-fluorla reaksiyasından X fluoru 3 və 13,44 litr hidrogen alınmışdır. X üstəgələr H-fluor reaksiya girir. Bu zaman o dediyi kimi X fluor 3 alınır. Bu da deyir hidrogen alınır. O nə deyir onu da yaz. Sonra sağ sol bərabərləşdirmək lazımdır. Ondakı H-fluorun qabağına 6 qoyarım. Sonra 3 qoyarım, burada 2 qoyarım, burada 2 bərabərləşdir. 10,8 qram X metalı, yəni X-in üzərinə 10,8 yazıram. H-fluorla reaksiyasından 13,44 litr hidrogen alınır. Amma məndə görürəm ki, reaksiyadan 3 mol hidrogen alınır. 3 hidrogende 3 vuraq 22,4 67,2 litr eləyəcək. Yəni əslində 67,2 litrdir reaksiyaya əsasən. Amma bizdə məsələ şərtində 13,44 yazıb da. 10,8-ə 13,44 isə 67,2 nə qədər metal reaksiya girir? 2x qədər. Şimdi buradan çarpaz olaraq tapırıq. Birinci ilə mən 67,2-ni 13,44'e bölüm ixtisar eləyim görürəm. Bəncə bu 5 dəfə olmalıdır. Bunlar ixtisar eləyəndə buna 5 qalır. 5 vuraq 10,8 10,8 54 eləyir. 54 yəni buradan yazacağım 54 bərabərdir 2x, x də bərabərdir 27. 32-də digər C4H8 yanarkən CO2 və H2O əmələ gəlir. Bu reaksiya üçün hansı mürakiblər doğrudur? C4H8 yazıram. Bu yanma reaksiyasından heç yandırmam. Görürsən, oksigənə ehtiyac yoxdur. Mən karbon qazının yox, var. Qrafikdən bir hissəsini görürəm, oksigen verir. Orada mən elə bildim, ehtiyac yoxdur. Bir dəfəlik yandıra, oksigen də lazım olacaq. Aşağıya baxıram, yuxarıda görürəm, oksigen də var. C4H8 üstə gələ oksigen. Yəni qrafikdə oksigen verməsəydi, bir də onu yazıb əmsallaşdırmayacaqdım. Birbaşa karbon qazının təyin edəcəkdim C4-ün köməyi ilə. Suyu da təyin edəcəkdim hidrogen sayını. Amma görürəm, oksigen var orada. Ona görə birbaşa yazıram C4H8 üstə gələ oksigen əmələ gələcək. Karbon qazı üstə gələ su. Karbonun miqdarı solda 4 moldur. Onu görə sağda da karbon qazın qabağına 4 yazacağım. Hidrogenin sayı 8'dir. 8'i suyun da içərisində hidrogen 8 eləmək üçün burada 4 yazacağım. 4 dəfə 8 oksigen burada da 4 burada da eləyəcək 12. 12-ciyə böləndə sağda da solda da bərabər olmalıdır. Solda da gələk 12 olsun. Ona görə oksigen qabağına 6 qoyuram ki, burada da 12 oksigen olsun. Sağ sol bərabərləşdiririk. İlk növbədə onu bərabərləşdirməliyik. Sonra bu reaksiya üçün hansı ifadələr doğrudur? C4H8-in kütləsi 56'dır. C4H8'in kütləsi 56'dır. 56 olanda 4 mol karbon qazı alınırsa 28 olanda nə qədər alınacaq? Burada da alınır 2 mol. Ona görə birinci doğrudur. Sonra gələn su 56 olanda 4 vuraq 18 qram alınırsa 28 olanda 2 vuraq 18 qram alınacaq. 2 vuraq 18 qram deyəcək 36 qram. Bu da doğrudur. Olsa cavablarda 1-2-3 diye bir şey yoktur. Ama cevap 1-2'dir. Yine de üçüncünü izah edelim. 56 qram olanda 6 vuraq 22,4 ise 28 olanda 3 vuraq 22,4 alınır. 3 vuraq 22,4 67,2 litre edir. Ama burada 44,8 litre. Buna göre səhvdir. Cevap 1-2 variant. Verilib X, Y, Z maddeleri reaksiya qrafikine əsasən 9 mol Y maddəsi alındıqda 100 mol Z maddəsinin səhv olduğunu müəyyən edin. Birinci adəm reaksiyanı yazmaq lazımdır. Sən baxan kimi reaksiyanı tutulansan ki, hansı maddələr reaksiya girir, hansı maddələr alınır. Azalan xəttlər səhv olmana aiddir. Yəni reaksiya daxil olan başlanğıcdır. Sıfırdan artan xətt isə məhsuldur. Çünki məhsul əvvəl yox idi, sonradan əmələ gəlir. Başlanğıc maddələrin səhv olunması hesabına. Burada da görürüm azalan xətt hansılardır. Azalan xətt deməli diqqətdən baxsaq, bax, bir bu xətt azalır. Mən reaksiya girən maddənin biri X üstə gələk. Bir bu xətt azalır. Yəni digəri Z-dir. Bir də bu xətt azalır. Digəri isə T-dir. X düşür 10-dan 12-yə. Bu 2-dir və birbaşa qabağına yazım onu əmsalını. Bu kim oldu? Z 12-dən düşür neçəyə? 4-ə nə qədər sərf olunur? Sərf olunur onun əmsalıqda, yəni o qədər reaksiya girir. 12-dən 4-ə düşür 8 sərf olunur. T-də ki altdan 2-yə çıxır, düşür 4 sərf olunur. O zaman Y qanun. Y-də 0-dan 8-ə qalxır. Nə qədər alınır? 8 mol Y alınır. O belə. Deyək ki 9 mol o Y maddəsi alınır. Neçə mol Z reaksiyaya daxil olur. 8 Y alınır, 8 Z reaksiya girirsə 9 alınır, 9 Z reaksiya girəcəkdir.
Deməli, reaksiyamız verir 43'dən 2 x y3'dür. Bu zaman alır x2 üstə gəlir 3 y2. X y3'ün ilkin həcmi 80 litrdir. Yəni üzərindən 80 litr yazıram. Reaksiyadan sonra qaz qarışıq həcmi verir 112. Baxaq görək reaksiyadan sonra bizə nə qalır? Necə qaz parçalanmışdır soruşur. Başlanğıcda x y3'ü 80 litr götürsəm də hər bir reaksiyaya daxil olan maddə öz əmsalı qədər reaksiya sərf. Burada da əmsal yerine götürüb birbaşa 2 yazmayacaq. Qarşısında yazılan 2'dir. X y3'ün qabağında, x2'ün qabağında 1'dir və ya y2'ün qabağında 3 yazılmağı onun həmin nisbətdə reaksiya girdiyini göstərir. Məsəl üçün, ola bilər ki, x y3'dən 4 mol reaksiya girir, x2'dən onda 2 dəfə az 2 mol, y2'dən də deməli olacaq 6 y2. Yəni deməyim odur ki, o sonda ixtisar qalan nisbət. Yəni çox da ola bilər, az da ola bilər. Məsələn 20 litr x y3 reaksiya girə bilər, 10 litr x2 alına bilər, 30 litr x2 alına bilər. Yəni biz bunu bilmirik konkret nə qədərdir. Ancaq bilirik ki, 2'nin 1'ə 3'ə nisbətidir sonunda. Yəni 2 nisbətdə x y3 girirsə, 1 nisbətdə x2 və 3 nisbətdə y2 alınır. Və biz neçə dəfə artıb azaldığını dəqiq bilmədiyimizə görə reaksiya daxil olan maddə öz əmsalıdır. Yəni 2x qədər reaksiya gedir. Belə olan təqdirdə əmsal yanına x qoyacaqdır. 2x qədər reaksiya daxil olur. X qədər x2 alınır. 3x qədər də y2. İstəyirsən a qoy, fərq yoxdur. 2a qədər x y3 reaksiya daxil olur. A qədər y2 alınır və ya 3a qədər y2 alınır. Yəni nisbət bu nisbətdir. Hər biri də öz əmsalı nisbətində reaksiya gedir. Öz əmsalı nisbətində. 80'dən 2x qədər reaksiya girəcək. Sonra 80 çıx 2x qədər deməli x y3 qalacaq. Sonda bizə nə qalır? Mən necə izahləmişəm? Mağazindən çıxanda sonda mənə nə qalır? Cibimdə başlanğıcda götürdüyüm pul qalmır ki. Cibimdə xərcləndən sonra qalan pul qalır, sızakı qalır və aldığım yeni məhsul. Xətdən aşağı. Elə ki, sən mağazindən çıxanda hansı formada çıxırsan, cibində nə qalırsa odur və aldığın məhsuldur. Və bu məhsul xərclənən x y3'ün hesabına alınır. 2x qədər x y3 xərclənəndə x qədər x2 alınır. Yəni artıq xətdən aşağıda həm artıq qalanı yazırıq, həm də əmələ gələn məhsullar. X qədər x2 alınır, 3x qədər də y2 alınır. Fərq yoxdur, buna A-dan da şahid edə bilərsiniz. Yəni 3A qədər, tutaq ki 2A qədər x y3 sərf olunursa, 80 çıx 2A qədər x y3 qalacaq. A qədər bu zaman onun hamısını A-dan şahid edəsəm, x-lər qarışdırmayaq. Burada məsələdə də x var deyə deyirəm. Birdən saç-boş olarsınız, qarışdırarsınız. Onda burada A qədər x2 alınacaq, 3A qədər də y2 alınacaq. Yəni sonda artıq qalan x y3'dür 80 çıx 2A. Sonra əmələ gələn A qədər x y2'dir və 3A qədər də y2. Bunların cəmi mənə deyir ki, 112'yə bərabərdir. 112'yə bərabərdir. Cəmləyirəm 80, üstə gələk 2A bərabərdir 112, 2A bərabərdir 112 çıx 80, 32, A da bərabərdir 16. Və məndən soruşur ki, x y3'ün neçə faizi parçalanmışdır. Mən görürəm ki, 2A qədər x y3 parçalanmışdır. 2 vuraq 16 eləyəcək 32. Yəni 32, 80 götürmüşümsə, bu 32 xərclənib. Bu 32 də 80 necə faizini təşkil edir? 32 bölək 80, vuraq 100, buradan da alacağım 40%. Yəni xərclənən başlanğıcın 40%'ni təşkil edir. Belə. Beşdə həm uzun yolu var, həm qısa. Mən qısa yoldan gitməyə çalışacağım ki, yadınızda yaxşı qalsın. Deməli, CO verilib, bir də CO2 verilib. Bu zaman məqsəd gedib CO2'ni almaqdır. Gibi çəkib CO2 alır. Belə bir şey var. Deməli, burada reaksiya daxil olan içərisində CO2 də var, CO da var. Deyək ki, CO və CO2'dən ibarət qarışım tam yanması nəticəsində qarışıqdakı oksigen atomlarının sayı 1,6 dəfə artdı. Demək, mən yandırıram. Mən götürüb bunu hər ikisini yandırsam. Burada təbii ki, CO2 yanmaz, daha bu yanmış formadır. Burada CO yanar. Yanma nəticəsində oksidaşma dərəcəsi kiçik olan birləşmə yanıb digərinə keçə bilir. Amma maksimum oksidaşma dərəcəsi maksimum valenti göstərsə, bu yana bilməz. Karbon 4-cü qrupda yerləşir, valenti 4'dür. Yəni bunu onlar yuxarı göstərə bilməz. Ona görə bu yanmır. Nəyə mənə gətirsin? Amma CO
Deməli, bunun oksidaşma dərəcəsi karbonun müsbət 2-dir, amma müsbət 4 ola bilər də. Axı karbon oldu 4-cü qrupdadır, bu da müsbət 2 göstərir. 4 ola bilər. Ona görə bu yanıb 4 əmələ gətirə bilər. Yəni CO yanır. Bu yanmanı bu tipdə yadda saxlaya bilərsiniz. Çünki təkcə bu yox, məsələn SO2 də verə bilər. Yanırmı, yanmırmı? Baxırsınız, SO3 yanmır, 6 oksid SO3 yanmır. Çünki Q maksimum variantı 6-dır. Belə 6-da göstərir. Amma SO2 yanır, çünki orada 4-dür, 4 gibi 6 ola bilər. Nəysə, indi mənə burada CO-dan CO2 verir. CO yanır. CO2 əmələ gətirəcək. Qıraqda yazıram mən bu reaksiyasını, çünki bura qatmayacaq, bura qısa şəkildə yazacaq. CO üstəgələ O2 əmələ gəlir CO2 sağ-sol bərabər edirəm. Görürəm ki, bunların əmsalları eyni. Ona görə mən birbaşa o reaksiyanın uzun yazmaq istəmirəm. Birbaşa CO2 yazıram burada. Burada da CO2 yazıram. Bu onsuz da yanmayıb. Necə var yerə qalır. Amma CO yanır, CO2 əmələ gətirir. Amma mən bunların mol miqdarını bilmirəm. Bilirəm, onu özümdən işarə edirəm. A qədər. Ona da B qədər işarə edirəm. Qarşıdakı oksigen atomlarının sayı deyil. Mənə başqa şey lazım deyil deyə oksigen atomlarının sayından işləyəcəm. A qədəri yananda A qədər CO2 alınır. B qədəri heç yanmır, elə B qədər də CO2 alınır. Qarşıda oksigen atomları əvvəl burada başlanğıcda A mol oksigen olur. Burada da B vuraq 2, yəni 2B qədər oksigen olur. Yəni yazıram. Və A üstəgəli 2B olur oksigen atomlarının sayı. A qədər CO2-da, 2B qədər də CO2-dir. Sonda isə, son yazır. Sonda isə 2A qədər CO2-nin içərisində axı CO2 əmələ gətirir. 2A digər CO2-nin içərisində isə necə var? Yerə qalıb da dəyişməyib. 2B idi, 2B qalıb. Üstəgələ 2B. Deyir ki, oksigen atomlarının sayı 1.6 dəfə artır. Yəni, sondakı 2A üstəgələ 2B-nin başlanğıcdakı A üstəgələ 2B-yə nisbəti 1.6 edir. Yəni, artıb da o biri, ikincisi, yəni məhsul birincidən 1.6 dəfə çox. Buna əsasən gedib tapırıq ki, 2A üstəgələ 2B bərabərdir 1.6 A üstəgələ 3.2B. Düzdür. Sonra 2A'dan 1.6 A çıxsam alacaq 0.4 A bərabərdir 3.2-dən 2 çıxacaq 1.2B. Sonra hər tərəf 0.4-ə bölsəm A bərabərdir 3B edəcək. Yəni CO-nun mol miqdarında A bərabərdir 3B kimi ifadə edəcək. Yanma zamanı oksigen sərf olmuşdur bildik. İlkin qarışıqda CO2-nin mol miqdarı. İlkin qarışıqda mol payını deyir. Yəni CO2-nin molun mola nisbətin neçə faiz olduğunu hesablayır. CO2-nin mol miqdarı B moldur. İlkin qarışıqda da A'dan B'nin cəmiyyəti də. Deməli, CO2-nin mol miqdarının A plus B'nin cəmiyyətinin mol miqdarı olan nisbətidir. Biz də A'nı 3B tapdıq. Yəni, B bölək 3B üstəgələ B 4B vuraq 100. Buradan da alacağım. B-lər ixtisar gedəcək 25%, yəni 4 dəfə eləyir. Bu da 25% eləyəcək. Bizə əsas kömək edən oksigen atomlarının sayı oldu ki, CO-da deməli dəyişmədi. Daha doğrusu CO-da dəyişdi, yandı. Əmələ gəldi CO2. A-da oldu 2A. Amma CO2 dəyişmədi. Çünki o yandı. 2B idi. Sonda 2B qaldı. Oksigen atomlarının sayı məhsulda əvvəlkindən 1.6 qədər çoxdur. Elə gedib biz A bərabər 3B-dən alır. Yuxarıda yerini qoyub tapacaq. Məsələn, birincə deyir ki, qaz qarışığının qazların kütləsi verib AA. Nə deməkdir? CH4-ün kütləsi hesablasaq, hesab olmaq heç burada verib 16-ya bərabərdir. SO2-nin kütləsi isə 64-ə bərabərdir. Burada deyir ki, AA, yəni bərabər olsun. Bərabər olmaq üçün gərək mən bunu x mol götürürümsə, CH4-ü 4x qədər götürürüm də, qızım 4 dəfə çox götür. Çünki 16 bıraq 4 64 eləyir, sonra bunlar bərabərləşir. İndi 4x 16-ya vuranda eləcə 64x fikir ver.